Əziz və dəyərli həmvətənlərimiz, bacı və qardaşlarımız, bugün Ramazan bayramıdır. Ramazan bayramı bütün xalqımıza mübarək olsun. Ramazan bayramı İslam dinində ən önəmli əlamətdar günlərdən biridir. Bugün fürsətdən istifadə edib şəhidlərimizin müqəddəs ruhu önündə baş əyirəm. Onların valideynlərinə bir daha öz sayğılarımı, hörmətlərimi çatdırıram. Mübarək Ramazan ayı sona çatanda bayram qeyd olunur. Mübarək Ramazan ayının orucu insan üçün fundamental olan, həyati bir əhəmiyyətə malik olan sualı cavablandırır. Həqiqətən də 21-ci əsrdə insanlıq hələ də insan kimdir sualına cavab tapmayıb. Ramazan ayının orucu insan kimdir sualının praktiki cavabıdır. Ramazan ayının orucu bizə xatırladır ki, biz bioloji varlıq deyilik. Biz zəngin ruha, əzəmətli bir mənəviyyata sahib olan bir varlığıq. Ramazan ayı bizə nəfsimizi cilovlamağa öyrədir. Ramazan ayı bizə istəklərimizə yox deməyə öyrədir. Ramazan ayı imtinadan ibarətdir. Könüllü şəkildə imtina etmək güclü iradəli insanların işidir. Həqiqətən də insan imtina etməyi bacararsa, o böyük bir insandır. İnsan öz istəklərinin əsiri deyilsə, o azad bir insandır. Ramazan ayı məhz bu mənəvi azadlığı bizə yaşadır. Ramazan ayı bizə insan olduğumuzu xatırladır. Ramazan ayında biz özümüzlə mübarizə apardığımız üçün digər insanları sevməyə başlayırıq. Və bu bayram namazında xalqımız üçün dualar edirik. Xalqımızın firavanlığı üçün dualar edirik. Bütün bəşəriyyət üçün, insanlıq üçün dualar edirik. Biz bütün bəşəriyyətin, insanlığın bu ədalətsizlikdən qurtulmasını diləyirik. Azərbaycan xalqı nəhayət ki, öz torpaqlarını işğaldan azad etdi və bu böyük bir qələbəni qeyd edirik. Azərbaycan xalqı bu qələbəyə layiq idi. Azərbaycan xalqı heç zaman işğalla barışmayacaqdı. Azərbaycan xalqı işğaldan azad etdiyi bütün torpaqlarda olan məscidləri abad edəcək, digər dinlərə məxsus olan abidələri, məbədləri bərpa edəcək. Çünki Azərbaycan xalqının milli, dini, mənəvi kimliyidir. Bir daha hamınızı təbrik edirəm. Bayramınız mübarək olsun. Allah gələn günlərimizi daha da xeyirli eləsin. Allah Azərbaycanımızın bayrağın dünyanın hər yerində, ən uca yerlərdə qərar versin. Allah Azərbaycan xalqına öz rəhmətini, bərəkətini nazil etsin. Allah bizi daha da bir-birimizə mehriban etsin.